belə çıxır ki, misal üçün də indi biz siz sevgi dediniz. Onda belə çıxır ki, sevginin təsəvvürü yoxdur. Kimdə necəsə elədi. Əslində o sözdür. Sevgi Aha. sözdür. Biz ona bir məna yükləyirik də. Məsələn, deyirsən, dostluğun mənası nədir sənin üçün? Adam var deyir ki, məsələn, dost dostuna həmişə zaman ayırmalıdır. İşi varsa da ertəməli dostun yanında olmalıdır. Amma bir insan buna inanır ki, dostda, məsəl üçün, uzaqda ola bilər, amma qəlbində ona qarşı sevgi varsa, mərhəmət hissi varsa, bu dostluqdur deyə bilər. Doğru. Biz mənaları yükləyirik sözlərə. O Biz yüklənmələri. mənaları yüklüyürük. Onda biz uşaqlıqda deyim ki, çoxlu yanlış mənalar da yüklüyüb. Belə travmalarımız onlardır. Biz yanlış mənalar yükləmişik. Yəni valideynimizin məqsədi orada bizə baxmayaraq biz dəyərsiz hiss etdirməyə, dəyərsiz olduğumuza inandırmaq deyildi ki. Biz orada o yanlış mənanı yüklədik. Çünki bu gün doğru mənanı yükləyə bilmək üçün bizim şuurlu zehnimiz var da, ağıl deyirik, sorğuluyuruq. Amma uşaq vaxtı sorğulaya bilməmişik. O həmin o kritik sorğulayan zehnimiz inkişaf etmədiyi üçün hər şeyi saf halı ilə alıb qəbul etmişik. Anlata bildimmi? Birbaşa, yəni süzgəcdən keçirmədən elə bir qazan düşünün, qapağı yoxdur. Nə istəyirsən qoyursan içinə. Ona görə hər toxum biz deyirik ki, 10 yaş öncəsinə dayanır travmalar, kök travmalar. 10 yaş öncəsinə. 10 yaş öncəsinə. Olur ki, amma çox insan xatırlamır axı, yəni 10 yaş öncəsini. Şimdi mən onu da qeyd edeyim ki, burdan izləyicilərimizə biz Gülbala ilə 3 yoxsa 4 seans etmişik. 3 seans etmişik. Bir dəfə də danışmışıq. Bir dəfə də konsultasiya etmişik. Bir dəfə də qaçmışam. Mən İradə xanımla eləmişdim sonuncu konsultasiyamı. Düzdür, bizə bura gələn hər bir kəslə mən mütəmadi olaraq konsultasiyalar edirəm. Çünki onların metodlarını bilməsəm, onlarla burada danışa bilməyəcəm. Amma təkrar döndüyüm, mənim özümdə daha çox təsir yaradan işləmlərdən biri də sizin işləmlərdir. Çünki siz orada mənim beynimi işləməyə məcbur edirdiniz. Və mən orada başa düşdüm ki, əslində mənim yadımda qalan xatirələr mənim travmalarımdır. Heç də hamısı xatirə deyil. Bu uşaqlıqla bağlı və yadımda qalmayanlar da ki, orada üzə çıxdılar. Bunu izləyicilərimizə demək istəyirəm ki, yəni bu tamam bir başqa bir mərhələdir. Və bu çox çətin bir mərhələdir. Burada öz dəyərsizlikdir, güvənsizlikdir. Burada yetərsizlikdir. Burada böyük qorxulardır. Panik ataklardır. Və sən düşünürsən ki, mən bunları keçmişəm. Mən bunları həll etmişəm. Amma zehnin həll etməyib. Zehnində qalıb. Orada daha dərin. Məsələn, biz səninlə bir hissi işləyəndə dedik ki, mən dedim ki, 18 yaşım olardı. Dedin, yox, bu deyil. Qayıt. Sən mənim beynimi məcbur elədin ki, 18 yox, daha az yaşa qayıtsın. Ki, mənim travmaları yaşadığım yaşlarım yadımda deyil. İllər yadımda deyil. Sadəcə hadisə və görünüşüm yadımdadır. Ki, mən bildim ki, orada mən təqribi uşaq olardım. 10 yaş öncəsi idi. Doğru mu? Çünki dediyim kimi, bizim o kritik sorğulayan zehnimiz, doğrunu yanlışı bilən, zaman anlayışı olan, xəyalla gerçəyi ayıra bilən, iradə gücü, bunlar hamısı bizim şuurlu zehnimizə aiddir. Doğru mu? Bu hissə inkişaf etmədiyi üçün uşaqlıqda, ona görə ən xırda bir şey bizdə travma yarada bilir. Valideynin baxışı və yaxud da ki, sənə baxmaması dediyim kimi. Ən xırda bir söz, bir yüksək səs insanda bir travma yarada bilir. 10 yaş öncəsində kök travma. Əgər bir insan gəlib deyirsə ki, mən 20 yaşında bunu yaşamışam, mənim travmam budur, mən buna inanmayacağam. Çünki 20 yaşında yetəri qədər o kritik sorğulayan zehin aktivdir. Mühakimə qabiliyyəti var, doğrunu yanlışı ayıra bilir. O insanda heç vaxt kök travma ola bilməz. O sadəcə bir qüvvətləndiricidir. Məsələn, burada bir pasiyentimin hekayəsini danışa bilərik. Məsələn, mənim bir pasiyentim vardı, özünü çirklənmiş hiss edirdi. Ağlına gələ biləcək hər bir şey haqqında danışmışdıq və texnika da etmişdik. Mən artıq qərar verdim ki, orada hipnozdan istifadə edim. Hipnoz altında regression, yəni yaş geriləməsi edim. Bugünkü hiss etdiyi duyğudan yola çıxaraq biz ilk dəfə o duyğunu yaşadığı ana gedək. Biz onun o çirklənmişlik hissi üzərində çalışdığımızda, hansı ki, pasiyent misal üçün ən xırda bir şeydə gedib əlini yurdu, ağzını yurdu, bir şeyə toxunduğunda, məsələn, bir külqabı görəndə gedib o külqabını dərhal yuyurdu ki, mən özümü çirklənmiş hiss edirəm. Biz orada həmən o çirklənmiş hissindən, bugün hiss etdiyi o hissdən yola çıxaraq keçmişə getdiyimizdə gördük ki, 2-3 yaşında
bağ evində yaşayıblar və orada kanalizasiyaya düşüb. Hə. Və eyni pasiyentin fərqli bir hekayəsi var ki, belimin sınacağından qorxuram deyir. Məsələn, biz, yəni böyük Niyə də insanlar, deyə, biz hə. durduq yerə düşünürük, mənim belim sınar. Yox. Və onunla danışdığımızda dedim, məsələn, 20 yaşında qonşum yıxıldı binadan. Bunlar kök travma ola bilməz. Yəni 20 yaşında bir insan yanında kimsə düşüb belin sına, onda travma ola və o həmişə düşünə, qorxa ki, mənim belim sınar. Mən Deyil. orada da bilirdim ki, kökdə nəsə var və o qorxudan yola çıxaraq biz keçmişə getdiyimizdə ilk dəfə o qorxunu yaşadığını, bellə əlaqəli o qorxunu yaşadığını getdiyimizdə görürük ki, 2 yaşı var. Əmisi velosipedin arxasında oturur və gedəndə qarşısına itlər çıxır və orada uşaq bel üstə yıxılır və ilk dəfə bellə bağlı qorxunu orada yaşayır. Əslində. Ondan sonra nə qədər bellə bağlı hadisələrlə qarşılaşıbsa, onlar bir qüvvətləndirici də o kökdəki travmanı daha da qüvvətləndirib.